haqqı bilib gizlədənləri nə gözləyir? Əgər sən Quran oxumusansa, deməli haqq sənə artıq bəllidir. Haqqı bilmək sadəcə bir nemət deyil, həm də böyük bir məsuliyyətdir. Allahın göstərdiyi doğru yolu tanıyırsansa, onu gizlətmək sənə yaraşmaz. Haqq təkcə Allah birdir deməkdən ibarət deyil. Haqq, Quranın bizə aşıladığı bütün dəyərləri özündə cəmləşdirir. Doğru danışmaq, doğru şahidlik etmək, ədalətli olmaq, dürüst yaşamaq, yetim haqqına girməmək, yalandan çəkinmək və s. bunun kimi əməllər. Siz Quran oxuyaraq bu dəyərlərlə tanış ola bilərsiniz. Əgər sən bu dəyərləri bilib, başqaları ilə bölüşmürsənsə, ətrafındakı insanlara çatdırmırsansa, deməli sən də haqqı gizlədənlər sırasındasan. Unutma ki, əvvəlki ümmətlər də haqq onlara bəlli olduqdan sonra onu gizlətdilər, təbliğ etmədilər və nəticədə Allahın qəzəbinə tuş gəldilər. Haqqı bilib susmaq, ədalətsizliyə göz yummaq və doğrunu gizlətmək əslində səssizcə batilə dəstək olmaq deməkdir. Uca Allah isə belə buyurur. Ali İmran surəsi 187-ci ayə. O zaman Allah kitab verilənlərlə əhd bağlayıb, siz onu, yəni kitabı, mütləq insanlara aydınlaşdıracaqsınız və gizlətməyəcəksiniz deyə buyurdu. Onlar isə bu əhdi arxalarına atıb, onu ucuz bir qiymətə satdılar. Onların bu alveri necə də pistir. İsra surəsi 81-ci ayə. De, haqq gəldi, batil puç oldu. Həqiqətən batil puç olmağa məhkumdur.